Ali təhsilim olsa da qərar verdim ki, peşə təhsili də alım və elektrik qatar maşinistliyi ixtisasına qəbul oldum. Mən Hüseynova Səbinə 2020-ci ildə Sumqayıt Dövlət Universitetinin Fizika fakültəsini bitirmişəm. Universitetdə təhsil aldığım müddətdə ixtisasım üzrə işləmək istəsəm də, lakin ali təhsil bitirdikdən sonra karyeramı başqa istiqamətdə qurmağa qərar verdim. Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində qatarda bələdçi vəzifəsində işləməyə başladım. Belə düşündüm ki, karyeramı bu istiqamətdə niyə də inkişaf etdirməyim. Ali təhsilim olsa da düşündüm ki, bilik və bacarığımı artırmaq üçün peşə təhsili alım. Sənədlərimi Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə verdim və elektrik qatar maşinist ixtisası üzrə qəbul oldum. 5 ildən sonra yenidən tələbə olmaq, yenidən müəllimlər görmək və onlarla kontaktda olmaq, yeni uşaqlar mənim üçün çox maraqlı idi. Yəni soruşurlar ki, hər dəfə sən niyə burada təhsil alırsan, məqsədin nədir? Yəni bir hədəflərin varmı? Deyirəm təbii ki, müəllim, hədəfim olmasa bura gəlmərəm. Nəzəri biliklərlə yanaşı, paralel olaraq praktiki işin içində olmağım mənə daha da yaxşı öyrənməyimə imkan verir. Minlərlə insanın əhatəsindəyəm, hər gün yeni insanlar görürəm və hər gün insanlara yeni məlumatlar ötürürəm. Məzun olduqdan sonra hədəfim odur ki, bələdçilikdən başladığım iş karyerimi maşinist olaraq davam etdirim. Dəmir yolunda, qatarlarda işləmək mənə böyük zövq verir və mən işimi çox sevirəm. Yəqin ki, mənim bu sahə üzrə peşə təhsil almaq istəyim ondan qaynaqlanır. Mənim hal-hazırda bir hədəfim var və hədəfim budur ki, mən gələcəkdə maşinist olaraq fəaliyyətimi davam etdirim. Mənim bu arzumun reallaşması Dəmir Yolları və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən uğurlu məzun olmaqdan keçir.